Bugün çox yorulmuşdum. Axşama asan bir yemək hazırlamaq istədim. Əvvəlcə göbələklərin qabıqlarını təmizlədim. Sonra axar suyun altında təmiz şəkildə yuyub aş süzənə yığıram ki, suyu tam şəkildə süzülsün. Keçirik sosunu hazırlamağa. Sos üçün duru yağ götürürəm. İçərisinə bir qədər sarı kök və duz əlavə eləyirəm. İstəsəniz başqa ədviyyatlar da əlavə eləyə bilərsiniz. Bunu yaxşı şəkildə qarışdırdıqdan sonra hazırladığım göbələkləri bu qarışımla yağlayıram. Əvvəlcə onu da qeyd edeyim ki, soba listinə qalın şəkildə doğranmış soğan dilimləri yığmışam. Bu şəkildə göbələklərin hər tərəfinə sosdan bol-bol çəkirəm. Artıq göbələklərin hamısı hazırdır. Soğanların üzərindən yığıram. Arasına da dilimlədiyim kökləri səliqə ilə yığıram. 160 dərəcədə göndərirəm bişməyə. Vamodda həm alt, həm üst rejimdə bişirəcəm. Çox ləzzətli olur, onu da qeyd edeyim. Bişdikdən sonra da süfrəyə səliqə ilə yığıb təqdim eləyirəm. İçərisinə də bir qədər pomidor da əlavə eləyə bilərsiniz. Kənarlarından mən turp da doğradım. Çox ləzzətli, rahat bir yemək alındı. Videonu bəyənib səhifəni izləməyi unutmayın.